Peki oğlanların sayının qızların sayına nisbəti 4-ün 3-ə. Oğlanların monitorinq imtahanından orta bal 68-ə, sinifin orta balı 74-ə bərabərdir. Sinifdəki qızların orta balını tapın. Sinifdəki oğlanların sayını 4K ilə, qızların sayını 3K ilə işarə etsək, ümumilikdə sinifdə olacaq 7K nəfər şagird. Oğlanların orta balı 68-dirsə, oğlanların da sayı 4K-dır. 4K vurulsun 68, oğlanların topladığı balların cəmidir. Üstə gəlinsin, qızların orta balını x ilə işarə etsək, 3K nəfər qız olduğu üçün orta balda olacaq x götürsək, topladıqları balın cəmi 3K vurulsun x və sinifdə 7K nəfər şagird olduğu üçün onların da orta balı 74-ə bərabərsə, bu hasil də bu cəmə bərabər olmalıdır. Yəni oğlanların topladıqları balların cəmi, qızların topladığı balların cəmi və bütün sinif üzrə toplanan ballar cəmi. Hər tərəfi k-ya bölsək, 4 vurulsun 68, üstə gəlinsin 3x bərabərdir, 7 vur 74 alarıq. 4-ü 68-ə vursaq 200, deməli 72, üstə gəlsin 3x bərabərdir 518 və 3x bərabərdir 246, 518-dən 272-ni çıxsaq, deməli x də bərabərdir 246-nı da 3-ə bölsək 82 alarıq. Deməli qızların orta balı olacaq 82.